Də isə həm güzgü, həm də ki primitiv, yəni elə kişilər var ki, artıq bilirsiniz ki, onlar çox deyirlər ki, mənim şalvarımı səliqəli asın. Yəni kişilər əziyyət çəkib xanımlarına deyə bilməzlər, özləri gəlib asan şəkildə şalvarlarını buraya keçirə bilərlər. Şalvarlar da inandırım sizi ki, mil kimi yanacaq burada. 2 nəfərlik yataq dəsti, ola bilsin 3 nəfər də uzana bilərsiniz. İndi baxır da sizin həcminizə. Təbii ki, çəkilişdən öncə mən artıq özüm burada oturmuşam, bir daha otururam. Oy, nə gözəl. Nə gözəl, adam oturduqca yatmaq istəyir. Bu sirtmələrdəki söz ola bilməz, əlinizin altında əşyalarınızı qoya bilərsiniz. Güzgülü termo. Bunun da özünə məxsus gözəl sirtmələri var. Bax, bu yuxarıda gördüyünüz əl işləməli bronzadandır. Xarici bronzadır və yataq dəstimiz ağacdandır. Yəqin ki, mənə razılaşarsınız ki, rəngi necə də gözəldir. Qeyri-adi bir rəngdir. Yəni, demək olar ki, 2011-ci ildə bu rənglərdən çox istifadə olunacaq. Keçən verilişimizdə bu gözəl qonaq otağı dəstinin biz yataq dəstini sizlərə nümayiş eləmişdik. Yadınıza düşdü? Gördüyünüz bu qonaq dəsti MDF şifondan hazırlanıb, amma bir üstünlüyü də var ki, bu gözəl stolun ayaqları ağacdan hazırlanıb və çox mətbəxə də getmək lazım deyil, çəngəllərini də alacağım. Çünki bir saniyənin içində qonaqlarımıza bıçağı da, qaşığı da, vilkanı da siz verə bilərsiniz. Ayaqları da təmiz taxtadandır və X şəklindədir. Çox rahatdır. Avangard tipli yenə də şüşəli qorkası var. Bir toxunuşla da bunu gözəl açmaq olur. Polirovka eləmək olar. Bu da çox asanlıqla yəni açılır. Yəni burada jurnal, qəzet və yaxud televizor pulturu qoya bilərsiniz ki, uşaqların əlinə hərdən gizlətmək olur. Yəni mənim uşaq başıma gəlir. Əgər siz fikirləşirsinizsə bu gözəldir, amma ola bilsin mənim mebelimə haçansa yumşaq dəstimə ləkə düşsün, onun da yolu var. Çünki bunların hamısı xüsusi olaraq vəsiqənizi götürürüz. Gəliz, 100 eşitməkdənsə mən sizə məsləhət bilərdim ki, Babək prospekti. Buyurun.